Salam hörmətli tamaşaçılar, sadə dillə hüquqlarınızı izah edən Maddex verilişi başlayır. Verilişimizin bu həftəki buraxılışında bank və vətəndaş münasibəti barəsində danışırıq. Əsas problemlərdən biri odur ki, müştərilər üçün gözləntilər və reallıqlar uyğunlaşmır. Biz qısa müddətli həzləri, uzun müddətli rifaha qurban verə bilirik. Bank müflis olarsa, hər bir şəxsin 100 min manata dək olan əmanəti qanunla qorunur. Müştəri şikayətləri əslində hər bank üçün çox önəmlidir. Çünki hər bir şikayət xidmət keyfiyyətinin artırılması üçün bir fürsətdir. Belə bir sual yaranır. Müqavilədəki şərtləri bir tərəfli dəyişmək mümkündürmü? Burada vətəndaşı dəyən zərər nə zaman vətəndaşa aid olur, nə zaman bu banka aid olur məsələsində birmənalı olaraq vətəndaşın həmin məlumatları ötürüb-ötürməməsi halının müəyyən olunmasıdır. Biz bank kredit faizinin hesablanmasını aydınlaşdırmalıyıq ilk öncə. O, ondan çox komponentdən ibarətdir. Ən birinci və ən vacib komponent odur ki, biz risksiz bir gəlirlik indikatoru var. Bu adətən ABŞ-nin dövlət istiqrazlarının verdiyi faiz dərəcələrdir. Biz bilirik ki, ABŞ dünyanın ən güclü iqtisadiyyatıdır və ən təhlükəsiz iqtisadiyyat kimi hal-hazırda qəbul edilir. Və ABŞ hökuməti hər ay dövlət bondlarını, istiqrazlarını buraxır və onların gəlirlik faizi var. 1999-cu ildə onlarda maliyyə böhranı baş veribdir. Bu internet şirkətlərinin iflası ilə bağlı və bu maliyyə böhranı düşmək üçün Mərkəzi Bankı, ABŞ Mərkəzi Bankı, Fed dediyimiz o faiz dərəcələrini aşağı salıbdır və növbəti 20 ildə bu risksiz faiz dərəcəsi, gəlirlik faizi 2% aşmırdı. Yəni ki, hətta 1,5-1% civarında idi. Sonra bu risksiz faiz dərəcəsinin üzərindən inflyasiya gəlir, onun üzərindən sonra ölkə riski gəlir, sonra sizin kredit riskiniz gəlir və ondan çox müxtəlif komponentləri nəzərə alaraq onun üzərində formalaşmağa başlayır. Covid-dən sonra yəni ki, ABŞ hökuməti bir xeyli pul çap etdi, bu öz-özlüyündə inflyasiya gətirdi, çıxartdı və hal-hazırda ABŞ-nin hökumətinin kağızlarını biz almaq istəyiriksə, artıq onlar 4,5-5% qədər ödəyə bilirlər. Yəni ki, əvvəl bu risksiz faiz dərəcəsi 1-2%-dən başlayırdırsa, indi 4,5%-dən başlayır. Ümumilikdə də inflyasiya da çoxalıbdır. Yəni ki, Azərbaycanda rəsmi Beynəlxalq Valyuta Fondunun inflyasiyası dərəcə 4%-dir. Yəni ki, artıq biz böyük bir inflyasiyanın və ABŞ-nin hökumətinin bu qədər çox faiz verməsi nəticəsində Azərbaycanda da bu yüksək olacaqdır. Çünki Azərbaycan öz-özlüyündə ABŞ ilə digər inkişaf etmiş ölkələrlə müqayisədə bizim reytinqimiz onlardan daha aşağıdır, investisiya reytinqi. Bu səbəbdən bunlar baş verəcəkdir və bunun üzərində sizin şəxsi bir insan kimi, bir istehlakçı kimi sizin də öz reytinqiniz var. Siz də bəlkə kreditiniz götürmüsünüz, götürməmisiniz, onu vaxtında ödəmisiniz, ödəməmisiniz, sizin maliyyə durumunuz necədir? Bu kreditdən ödəyəcək faiz dərəcələri nə qədər sizin maaşın hansı hissəsini təşkil edir? Bunlar hamısı da üst-üstə yığılaraq gəlib bir nisbətən yüksək rəqəmə çıxa bilir. İnsanlar həmişə bundan narahatdır ki, niyə görə bizdə bu qədər yüksəkdir? Yüksək olmaq səbəbi budur, sırf olaraq ki, dünyada indi yüksəkdir, nəinki Azərbaycanda. Mən həmçinin də deyirəm ki, siz də başqa cür yanaşın. Bizdə maliyyə vəsaiti iki mənbədən formalaşır. Ya Mərkəzi Bank ya da ki, dövlət büdcəsindən o müxtəlif sahibkarlıq inkişaf fonduna ya da ki, banklara alınan kredit dərəcələridir. İkincisi isə vətəndaşların yığdığı depozitlərdir. Və biz indi hal-hazırda görürük ki, depozit üzrə faiz dərəcələri 10% üzərindədir, 11%, 12%. Çünki inflyasiya çoxdur, ondan aşağı olsalar heç kim gedib depozit verməz. Kredit verilərkən bir neçə əsas məyarlara baxılır. Onlardan ən önəmlisi ödəmə qabiliyyətidir və kredit tarixçəsidir. Bu o deməkdir ki, müştərinin gəlirləri, mövcud borcları və öncə əldə etdiyi kreditləri hansı qaydada və necə ödədiyini diqqətlə analiz olunur. Müəyyən hallarda iş stajı, müştərinin yaşı, gəlirlərin mənbəyi həmçinin baxılır. Bəzən hallarda girov və zamin təminatları da yoxlanılır. Burada əsas məqsədimiz odur ki, müştəri əldə etdiyi kredit yükünü problemsiz şəkildə ödəyə bilsin. Ümumiyyətlə, məlumdur ki, kimsə kredit götürmək istəyirsə, bankın istənilən, belə deyək ki, məhsullarından faydalanmaq istəyirsə, bu halda o müqavilə imzalayır.
və ümumiyyətlə müqavilə anlayışı mülki məcəlləyə əsasən hər iki tərəf üzərində hüquq və öhdəliklər müəyyən edən bir razılaşmadır, bir əqddir. Və birmənalı olaraq hər iki tərəf imzaladıqdan sonra bu razılaşma qüvvəyə minir və hər iki tərəf üçün müəyyən vəzifələr və hüquqlar yaradır. Lakin bir çox təcrübədə görünür ki, bir çox vətəndaşımız müqaviləni oxumadan, müqavilənin belə deyək ki, məzmununa diqqət yetirmədən imzalayır. Bu halda təbii ki, bəzi vətəndaşlar düşünür ki, mən müqavilənin məlumatlı deyildim, müqavilənin içində şərtlərdən mənim məlumatım yox idi, amma hər bir halda və hər bir vətəndaş bilməlidir ki, əgər o müqaviləni imzalayırsa, artıq o müqavilə üzrə həm hüquqlara, həm də vəzifələrə öz razılığını vermiş olur. Bəzi hallarda təcrübədə belə olur ki, vətəndaşlar həmin, yəni müqaviləni oxumadan imzalayan vətəndaşlar məhkəməyə iddia qaldırır və həmin müqavilənin etibarsızlığını istəyir. Təbii ki, müqavilənin etibarsızlığı üçün müəyyən şərtlər olmalıdır. Bu şərtlərdən bu mövzuya ən uyğun olanı da deyərdim ki, vacib əhəmiyyətli yanılma təsiri altında müqavilənin bağlanmasıdır. Təbii ki, məhkəmə praktikasında belə hallar olur ki, vətəndaş vacib əhəmiyyətli yanılma ilə müqavilə bağlayır. Yəni, o bağladığı müqavilənin hansı mənaya gəldiyini bilmir. Amma təbii ki, kredit müqaviləsindən söhbət gedirsə və vətəndaşlar birmənalı olaraq təbii ki, kredit götürmək məqsədi ilə bu müqaviləni bağlayır. Bəzi halda yalandıqları mövzular kredit faizləri ola bilər, kreditin müddəti ola bilər. Bu kimi hallara görə onlar bəzi məlumatları əldə belə deyək ki, başa düşmədən imzalayırlar, amma bu birmənalı olaraq vacib əhəmiyyətli yanılma hesab olunmayacaq. Bu mənada hər bir vətəndaş diqqətli olmalıdır ki, imzaladığı istənilən müqaviləni imzalamamışdan qabaq onun məzmunu ilə birmənalı tanış olmalıdır. Əsas problemlərdən biri odur ki, müştərilər üçün gözləntilər və reallıqlar uyğunlaşmır. Yəni, müştərilər bir çox hallarda kredit rəsmiləşdirərkən müqavilədə qeyd olunan bəndləri tam olaraq tanış olmayaraq imzalayır və gələcəkdə əlavə çıxılmalarla, əlavə faizlərlə üzləşir. Hal-hazırda banklar bu problemi aradan qaldırmaq üçün müxtəlif yollarla müqavilədən əlavə, yəni mobil tətbiqdə, saytda və digər üsullarla çalışır müştəriləri məlumatlandırsın. Bu, müştəri yönümlü bir addımdır və digər problem texniki çətinliklərdir. Hal-hazırda rəqəmsallaşma dövrüdür, mobil tətbiqdən istifadə sayı çoxdur və bu rəqəmsal kanallardan istifadə etdikdə texnik çətinliklər baş verir. Bu çətinliklərin də qarşısını almaq üçün banklar mütəmadi olaraq təkmilləşdirmə işləri aparır. Müştərilər üçün etdiyimiz tövsiyə odur ki, öz öhdəliklərini, öz hüquqlarını öyrənsinlər, bilsinlər, daima izləsinlər, müqavilədə qeyd olunan bütün şərtlərlə tanış olsunlar, saytda qeyd olunan şərtlərlə tanış olsunlar və istənilən vaxt banka müraciət etmədən çəkinməsinlər. İstənilən sual olduqda, çətinlik olduqda həm zəng edə bilərlər, həm evdən çıxmadan mobil tətbiq vasitəsilə öz müraciətini bildirə bilərlər. Bu məqamda belə bir sual yaranır. Müqavilədəki şərtləri bir tərəfli dəyişmək mümkündürmü? Məhz elə biz bu sualın cavabını da öyrəndik. Müqavilədəki şərtləri bir tərəfli dəyişmək mümkün deyil. Çünki əvvəlcədən mövcud bir belə deyək ki, ödəniş cədvəli müəyyən olunur. Həm ödəniş cədvəlinə uyğun, daha doğrusu həm ödəniş cədvəli müəyyən faizə uyğun olaraq hesablanaraq hər iki tərəfin imzası ilə təsdiqlənir. Bu mənada faiz dərəcələrinin dəyişməsi tərəflərin qarşılıqlı razılaşmasından ibarət olmalıdır. Bank tək tərəfli həmin faiz dərəcələrini dəyişə bilməz. Eləcə də gizli komissiyalarla bağlı da bəzi hallarda görürük ki, vətəndaş müraciət edir, şərti olaraq deyirəm, 10.000 manat kredit almağa və artıq 10.000 manat ona nəqd şəkildə veriləndə görürük ki, orada müəyyən çıxılmalar olub. Bu nədən bağlı olur? Gizli komissiya dediyimiz anlayış da məhz buradan gəlir. Vətəndaş məsələn, həmin kreditin rəsmiləşməsi üçün komissiya haqqı ödəyir, aylıq abunə haqqı ilə bağlı müəyyən komissiyalar ödəyir. Amma bu gizli olması o demək deyil ki, bank bunu müqavilədən kənar verir. Xeyr. Bank birmənalı olaraq həmin müqavilədə bunları ehtiva eləyir. Sadəcə vətəndaşlar və ya bayaq dediyimiz mövzuya uyğun olaraq oxumadan bəzən imzaladıqları üçün həmin komissiyaları görmürlər. Yəni bankın o komissiyaları belə deyək, tətbiq etməsi, vətəndaşın həmin komissiyaları ödəmək istəməməsi bu halda bir perspektiv doğurmur, çünki o müqavilədə birmənalı öz əksini tapır. Təbii ki, həmin müqavilədən kənar hər hansı bir komissiyanın tutulmasına da yol verilmir. Bu problemlər qarşısını almaq üçün banklar hal-hazırda müqavilədən əlavə bu qeydləri mobil tətbiqdə, saytda və digər
digər yollarla müştəriyə çatdırmaq istəyir ki, daha müştəri yönümlü və daha dostcasına yanaşaq, yəni deməyək ki, müqavilədə yazılmışdı və s. Yəni bizə lazımdır ki, müştərilər bu məlumatları əvvəlcədən bilsin, oxumasa da belə. Digər problem odur ki, hal-hazırda mobil tətbiqdən və ya rəqəmsal həllərdən istifadə etdikdə texniki çətinliklərlə üzləşir müştərilər. Bu çətinliklərin də qarşısını almaq üçün banklar davamlı olaraq texniki təkmilləşdirmə işləri aparır. Rəqəmsal dövr rahatlıq dövrüdür deyirlər. Bəli, həqiqətən də bu belədir. Günümüzdə bir kliklə banklardan pul əldə edə bilir, pul köçürmələrini isə onlayn həyata keçiririk. Amma geriyə bir məsələ qalır: kiber təhlükəsizlik. Texnologiyanın inkişafı ilə onlayn alış-veriş belə deyək, platformaların çoxalması ilə artıq bizim bank kartları həyatımızın əhəmiyyətli bir hissəsini tutur və belə deyək ki, bu inkişaf da bir özü ilə bərabər müəyyən problemlər də gətirir. Hansı ki, hər birimizin ətrafımızda olan insanların da başına gələn hallardan biri olur ki, onların kart vəsaitlərində müəyyən silinmələr olur və yaxud kimilərinsə o həmin vəsaitlər əldə etməsi halları olur. Bu halda birmənalı olaraq mən vətəndaşlara tövsiyə edərəm ki, onlar şəxsi məlumatlarını heç kəsə ötürməsinlər. Bu şəxsi məlumatlar dediyimiz şey həm də bank kartına dair olan PIN kod olsun, bank kartının 16 rəqəmli olsun, arxa tərəfində olur çox zaman 3 rəqəmli kodu olsun, SVV dediyimiz. Bunların heç birini heç kəsə ötürməməlidirlər. Eləcə də bəzi hallarda onlayn platformalardan qeydiyyatdan keçərkən vətəndaşlar bank kartları haqqında məlumatları da həmin platformalara yerləşdirirlər. Bu da həmin platformalar əgər belə deyək ki, cinayətkar əməllərlə gizlədilmiş bir platforma olduqda, təbii ki, o məlumatları əldə edir. Burada vacib məqam, yəni burada vətəndaşı dəyən zərər nə zaman vətəndaşa aid olur, nə zaman bu banka aid olur məsələsində birmənalı olaraq vətəndaşın həmin məlumatları ötürüb-ötürməməsi halının müəyyən olunmasıdır. Yəni, vətəndaşa kimsə fırıldaqçılıq yolu ilə zəng eləyir, özünü bank əməkdaşı kimi təqdim eləyir və OTP kodlarının 3D security, bu 3D security dediyimiz deməli kodların əldə olunması və bu kodu qarşı tərəf ötürürsə vətəndaş, burada birmənalı olaraq bəli, vətəndaşın məsuliyyətindədir və bankın burada hər hansısa bir rolu yoxdur. Çünki vətəndaş öz əli ilə həmin şəxslərə o məlumatları ötürür. Bəzi hallarda olur ki, vətəndaşların heç bir belə deyək ki, şəxsi məlumatlar ötürmədiyi halda həmin o kart vəsaiti silinmiş olur. Bu da hansı halda olur? Vətəndaşın öz xəbəri olmadan, özü heç bir OTP kodu və s. təsdiq etmədən, bu halda isə artıq banka həmin vətəndaşlar yaxınlaşır, chargeback ərizəsi dediyimiz bir ərizə formasını doldururlar. Chargeback ərizəsi də nə deməkdir? Yəni mənim belə deyək, razılığım olmadan hesabımdan silinmə ilə bağlı bir etiraz ərizəsidir. Həmin etiraz ərizəsini banka təqdim eləyir. Bank 1 və ya 2 ay ərzində yekun qərarı ona bildirir. Hansı ki, praktikada görünür ki, 3D security kodu olmadan və yaxud OTP kod təsdiq etmədən belə bir hal baş verirsə, bank həmin o chargeback ərizəsini müsbət qiymətləndirir və vətəndaşa o pulu geri qaytarır. Birmənalı olaraq vətəndaşlar başa düşməlidirlər ki, artıq elə bir texnoloji dövrüdür ki, onların kiçik bir məlumatdan ötürməsi belə onların, necə deyirlər, maliyyə vəziyyətinin pisləşməsinə və cinayətkar qrupların hədəfinə çevrilməsinə, belə deyək ki, şərait yarada bilər. Azərbaycanda banklar bir xeyli dövlət tərəfindən qorunulur. Mərkəzi bank onların qorucu funksiyasını yerinə yetirir. Mərkəzi bank özü indi yeni bir sistemə keçibdir. Onlar sistem əhəmiyyətli bank anlayışını ortaya çıxarıblar. Həmin o böyük banklardır ki, hansının ki, çökməsinə onlar imkan verməməlidirlər. Çünki onlar çöksələr, bütün iqtisadiyyat çökə bilər. Onlar bunu 2008-ci il böhranından sonra ABŞ-dən öyrəndilər və bu səbəbdən də bu meyarlar təyin etdilər ki, hansı bank sistem əhəmiyyətli bankdır. Və o banklar nisbətən daha az risklidir və çünki onlar daha çox nəzarət edirlər, onlara qarşı tələblər daha çoxdur deyənə bu formada idarə edir. Banklar çökəndə, yəni ki, bankda nə qədər adam işləyir, yəni ki, 1000 nəfər, amma orada 10 minlərlə, bəlkə 100 minlərlə insanın depoziti ola bilər. Əlbəttə ki, bankın çökməsi bankın müştərisi üçün ən böyük zərbədir, cəmiyyət üçün ən böyük zərbədir, nəinki bankerin özü üçün. Onun çox güman ki, yaxşı pullar qazanıbdır, evi var, hər şey var. Yəni ki, bank müflis olsa da həmin o şəxs müflis olmaya bilər. Yəni ki, onun
şəxsi mülkünü, bütün dünyada səpələn şəxsi mülkünü heç kim əlindən alası deyil bunun üçün. Ona görə bankirlərə görə narahat olmaq olmaz, lazım deyil, əhəmiyyətsizdir, amma insanlara görə həmin bu bankın müştərilərinə görə narahat olmaq çox vacibdir və Mərkəzi Bank bu səbəbdən çoxlu qoruyur. Çünki bizim postsovetdən gələn bir banklara etibarsızlıq var, lakin banklar çox vacib iqtisadiyyatda rol oynayır. Kapital olandan kapital olmayan birləşdirici bir funksiyadır. Yəni, kapital olmadığı təqdirdə inkişaf yoxdur, iqtisadiyyat yoxdur. Azərbaycan qanunvericiliyində bizim ümumiyyətlə banka qoyduğumuz depozit, əmanət olaraq, belə deyək, anlayış olaraq əmanət adı altında, belə deyək ki, hüquqda öz əksini tapır. Əmanətlərin sığortalanması haqqında da qanun var ki, həmin qanuna əsasən bizim banka qoyduğumuz vəsaitlər, depozitlər hər biri qanunla qorunur. Sadəcə burada nəzərə almalı olduğumuz məqam odur ki, burada deməli həmin vəsaitlərin qorunması ilə bağlı müəyyən məbləğ nəzərdə tutulub ki, bu hər bir şəxs üçün 100 min manat dəyərindədir. Yəni bank müflis olarsa, hər bir şəxsin 100 min manata dək olan əmanəti qanunla qorunur. Burada qanunla qorunmaq üçün də müəyyən faiz dərəcələri də var ki, burada milli valyutada 12%-dir, xarici valyutada isə 2.5%-dir. Yəni həmin şəxsin əmanət üzrə faiz gəlirlərinə də müəyyən qədər limit qoyulmuş olur ki, bu 12%-dən yuxarı gəlir əldə etdikdə həmin hissə yox, 12-yə qədərki hissə qorunur. Eləcə də xarici valyutalarda da dediyimiz o 2.5% qorunan bir faiz limiti vardır. Gündəmdə tez-tez istifadə olunan qara siyah nədir bəs? İnsanlar arasında geniş istifadə olunan bu termin bankçılıqda rəsmi sənədlərdə istifadə olunurmu? Əslində bankçılıqda qara siyahı rəsmi termini yoxdur. Qara siyahı ümumiyyətlə mövcud deyil, lakin vətəndaşlar arasında istifadə olunan bir termindir. Məsələ nədədir? Azərbaycan kredit bürosu, kredit reyestri bazası var. Müştəri hər ödədiyi krediti, hər gecikməsi orada qeyd olunur. Bazada müştərinin məlumatları qeydiyyata alınır. Həmin məlumatlar mütəmadi olaraq bir müddət ərzində yenilənir. Əgər vətəndaşların dilində desək, o siyahıdan necə çıxmaq olar? Sadəcə tam olaraq borclar ödənilməlidir və növbəti dəfə kredit əldə etməkdə heç bir çətinlik olmayacaq. Qara siyahı dediyimiz anlayış bu idi ki, kreditin qaytarılmasında müəyyən problem yaşayan şəxslər və eləcə də banklara müəyyən mənada problem yaradan şəxslər bu mənada qara siyahıya salınırdı və onlara kredit verilməsi bir mənalı olaraq stop qoyulurdu. Hazırda son illərdə qara siyahı ləğv oldu. Bunun əvəzinə hər bir şəxsin kredit tarixçəsi mövcuddur və hər kəsin kredit tarixçəsinin izlənilməsi halı var. Buna görə də hər kəs, məsələn, vətəndaş kreditlə bağlı müraciət edəndə artıq onun razılığı ilə onun tarixçəsinə baxılır. Bu da belə deyək ki, kredit bürosunda toplanan məlumatlardır. Hər bir şəxsin kredit götürmə qabiliyyəti, kredit tarixçəsi hesablanır və onun üçün bir necə deyilir, göstərici olan bir skor müəyyən olunur. Hansı ki, artıq banklar birmənalı olaraq həmin skoru rəhbər tutur və həmin vətəndaşın krediti qaytara bilmə qabiliyyətini həmin məlumatlara əsasən müəyyən eləyir və özü qərar verir ki, mən buna bank krediti verə bilərəm, yoxsa yox. Yəni bu mənada təbii ki, gecikmələri çox olan şəxslərin, götürdükləri kreditləri bağlamaqda müəyyən problem yaşayanların və yaxud da bank tərəfindən məhkəməyə verilmiş şəxslərin bu yeni kredit əldə etmə imkanları müəyyən qədər çətin olur. Amma təbii ki, bu aşağı məbləğlərdə hər bir halda onlar kredit götürə bilərlər. Vaxtilə çox gecikmələri olmuş və kreditləri ödəməkdə problem yaşamış şəxslər yeni kredit götürmək istəyirsə, mənim onlara məsləhətim bu olardı ki, onlar kiçik məbləğlər götürsünlər və kiçik məbləğləri hər 12 aylıq minimum deyək ki, müddətdə şərt olaraq 1000 manatlıq bir kredit götürür, 12 ay üzrə gecikmə olmadan ödəyir. Artıq bu onun kredit tarixçəsinin yaxşılaşmasına səbəb olur. Və banklar artıq başa düşür ki, bu son götürdüyü krediti heç bir gecikmə olmadan ödəyib və artıq onu həmin şəxsə yeni kredit veriləndə bu hal nəzərə alınır. Bu mənada vətəndaşlar, öz gecikməsi olan vətəndaşlar öz kredit tarixçələrini yaxşılaşdıra bilərlər. Siz misal üçün deyək ki, ipoteka ev götürdünüz, deyək ki, onu 8%-dan, 10%-dan bankdan 25 illik götürdünüz. İnflyasiya baş verəndə bu bir tərəfdən sizə yaxşıdır. Çünki əgər siz 8%-la pul götürmüsünüz və inflyasiyada 8%-dirsə, bu o deməkdir ki, siz evi demək olar ki, faizsiz almısınız. Çünki evin qiyməti qalxır və siz onu ödədiyiniz pullar da qalxır. Bu
plus tərəfidir. Minus tərəfi odur ki, sizin gəliriniz əgər inflyasiya qədər artmırsa, bu deməkdir ki, sizin digər xərcləriniz var. Siz yemək almalısınız, içmək almalısınız, uşaqlarınızın bağçasını ödəməlisiniz, maşın almalısınız. Onlar da bahalaşır. Və sizin ki, kredit ödədiyiniz hissə qalır, digər hər şey bahalaşır, siz digər həyat keyfiyyətinizi itirə bilərsiniz. İnsanların mali iqtisadi savadlığı məktəbdən öyrədilməlidir. Çünki siz iqtisadiyyatı anlayanda sizə daha çox rahat olacaqdır ki, gündəlik problemlərinizi həll edəsiniz. Mən öz nümunəmdə bir hekayə danışım sizə. 2021-ci ilin sonuna yaxınıdır, son rübüydü. Və mən hiss elirdim ki, Covid-dən sonra qiymətlər bir balaca qalxmışdı. Mən hiss elirdim ki, Rusiya-Ukrayna arasında isə problem yaranacaqdır. Və bu da bütün təchizat zəncirinə təsir edəcəkdir. Mən bunu anlayırdım, bildim ki, qiymətlər qalxacaqdır. Mənim də o vaxtda bir layihəm vardı, hansı ki, xaricdən bir çox malların ixalına tələb edəcəkdir. Və mən bilirdim ki, mən gözləyirdim, bilmirdim, gözləyirdim, ehtimal edirdim ki, bütün bu malların qiyməti qalxacaqdır. Mən nə etdim? Öz pulum vardı, amma mən ona toxunmadım. Getdim bankdan kredit götürdüm. 200 min manat 13%-lə götürdüm 7 illik. Və dərhal onu həmin ilin sonuna qədər hamısını xərclədim, xaricdən mənə lazım olan malları aldım. Düz 6 aydan sonra bütün bu malların qiyməti 2 dəfə qalxdı. Çünki Rusiyada müharibə, Rusiya-Ukrayna müharibəsi başladı, bütün xəttlər kəsildi, nəqliyyat çox baha oldu, bütün təchizat zənciri zədələndi. Mən prinsip ki, o kreditin yarısını artıq ödədim. Mən başqasının pulunu xərclədim və 200 minlik krediti artıq 100 minə saldım. Və əgər mən düşünürəm ki, əgər devalvasiyada baş versə, mən manatla götürdüm, onu dollara keçirdim və alın-satışımı etdim. Və bunu yatırtdım. Yəni ki, bunun özündən də öz gəlirliyim var və əgər devalvasiyada riski olsa, indi 3 ildən çox vaxt keçibdir, o kreditin yarısı ödənilibdir. Devalvasiyada olsa, o manatlarla məbləğ olacaqdır, dollardan onun yarı-yarı və mən bununla belə başqalarının pulu ilə özümə çox yaxşı bir qazanc gətirə bilmişəm. Və buna görə daim olaraq mənim sosial mediada olan fəaliyyətim məhz bundan ibarətdir ki, insanlara iqtisadi düşüncə tərzini öyrədim, əsas indikatorlara başa salın ki, siz öz pullarınızı necə qoruya bilərsiniz. Maliyyə savadlığı çox vacibdir. Maliyyə savadlığı olmadığı təqdirdə əksinə olacaqdır. Maliyyə savadlığı yüksək olan cinayətkar qruplar əhalinin cahilliyindən istifadə edərək onların pullarını oğurlayacaqlar. Və biz statistikaya baxaraq nə qədər kartlardan oğurluqlar var. Çünki insanlar özü könüllü şəkildə öz kart nömrələrini verir, çünki anlamır. Nə qədər insanlar lazımsız xərclərə girir, yəni çünki anlamır ki, bunun altından sonra çıxa bilməyəcəklər. Böyük evlər alır, bahalı maşınlar alır. Ona görə biz cəmiyyət olaraq bu iqtisadi maliyyə biliklərini erkən yaşlardan uşaqlarımıza öyrətməyə başlamalıyıq. İki cür borclanma var. Biri var ki, mən biznes üçün borclanıram. Mən daha böyük, çox məhsul istehsal etmək istəyirəm, daha çox iş yerləri açmaq istəyirəm, zavod, fabrik tikmək istəyirəm. Burada borclanma çox vacibdir. Yəni ki, yenə də dediyim ki, o kapitalın olması çox vacibdir ki, mən böyüyə bilim. Kapital olmadıqca böyüyə bilmirsən. Lakin ikinci tərəf var istehlak üçün. Mən yeni daha bahalı maşın istəyirəm, mən daha böyük ev istəyirəm. Bunların, yəni ki, əşyalara yönəldilən istehlak, hansı ki, biz düşünürük ki, bizim həyat keyfiyyətimizi daha da yaxşı edəcəkdir, çox vaxtlı emosional olur. Yəni, insanlar çox qısa müddətli həzlər almaq istəyir. Bizdə iqtisadiyyatda buna law of diminishing marginal utility deyilir. Yəni ki, sən yeni bir telefon aldın, həzz yaşadın. Amma 5 gündən sonra o həzz itir. Və sən o həzzi yaşamaq üçün yenidən istəyirsən ki, təzə bir nəsə alasan. Çünki vaxt keçdikcə həmin bu əşyanın dəyəri sənin üçün itir. Amma sən həzz almaq istəyirsən. Ona görə gedərsən yenidən kreditə, yenidən bir telefon alırsan. Maşını 1 il sürdüm, 3 il sürdüm, təzəsini istəyirəm. Yəni ki, bu insanın qeyri-rasionallığından gələn bizim çox yaxşı atalar sözümüz var. Ayağı yorğana görə uzatmamaq məsələsidir. Bax, bu kreditlər çox pisdir. Mən onlara çox-çox qarşıyam. Sənə avtomobil lazımdır, A nöqtəsindən B nöqtəsinə səni çatdırsın. Bunlar ki, sən sadəcə onu əşya kimi yanaşasan, sənin həyatını da düzəldəcək. Xoşbəxtliyi, həzzi, münasibətlərdə axtararsan, insanla ünsiyyətlərdə axtararsan, hansı bir ali məqsədə çatmaq üçün eləyəsən. Biz bunu qarışdırırıq. Biz qısa müddətli həzləri, uzun müddətli rifaha qurban verə bilirik. Ona görə borclanma çox pisdir. İstəyir ölkə səviyyəsində olsun, istəyir ailə səviyyəsində olsun, istəyir cəmiyyət, istəyir fərd səviyyəsində olsun. Əgər bu sənin böyüməyinə bir şey deyilsə, sadəcə bir həzz almaq üçündürsə. Bilməmək məsuliyyətdən azad etmir. Yəni vətəndaş bilmədən də hansısa bir belə deyək ki, müqavilə imza atır və öz ailə üzvü barədə zamin olaraq tanınır və zaminlik müqaviləsi bağlayırsa,
Bu artıq həmin şəxsin həmin kredit məbləğinə ailə üzvü ilə birgə məsuliyyət daşıması mənasına gəlir. Yəni zamin və borclu şəxs eyni anda həmin vəsaitə ödəmədiyi halda həmin vəsaitə belə deyək ki, cavabdeh olur və həmin məbləğ o hər ikisindən birgə qaydada tutulur. Bu onun hansısa belə deyək məsuliyyətdən azad olmağına şərait yaratmır. Təbii ki, burada belə bir məsələ də var ki, reqres qaydada iddia dediyimiz və zamin olan şəxs bəs nə edə bilər? Deyək ki, zamin durduğu şəxs borcu ödəmir və bank haqlı olaraq həmin məbləği zamin duran şəxsdən istəyir. Belə olan halda zamin borcu ödəyə bilər. Daha sonra həmin borclu şəxsi reqres qaydada iddia qaldırıb həmin məbləği ondan tələb edə bilər. Gecikmələr zamanı atılan addımlar öncədən müştəri ilə imzalanan müqavilədə öz əksini tapır. Əgər gecikmə baş verdisə, bank ilk öncə çalışır müştəri ilə əlaqə qursun, kontakt qursun. Xəbərdarlıq mesajları göndərir, xəbərdarlıq zəngləri edir. Hal-hazırda ölkəmizin bir çox banklarında mobil tətbiq vasitəsilə bildirişlər göndərilir. Əgər gecikmələr davam edirsə və ya borc ödənilmirsə, hüquqi addımlar da gündəmə çıxır. Lakin müştərilər üçün və bank üçün könüllü şəkildə kreditlərin ödənilməsi üstünlük verilir və bu istiqamətdə də güzəştlər də təmin olunur. Keçən illəri Dövlət Vergi Xidməti ən böyük vergi ödəyicilərin siyahısını açıqlayıbdı. 100 ən böyük vergi ödəyicisi. Onlar əksəriyyəti bankdır, biz gördüyümüz kimi. Banklar da əsasən kreditləşmədən formalaşır. Biz görürük ki, həmin o siyahıda, yuxarı siyahıda əksər istehlakçı kreditləri verilən bir banklar başçılıq edir o siyahıya. Bu mənim üçün kədərləndirici faktor. O deməkdir ki, biz də qərbdəki kimi bugünlə yaşamağa üstünlük veririk ki, nəinki uzun müddətli düşüncə tərzi sahibiyik. Və bu qara siyahıların yaranması qaçılmazdır. Çünki insanlar çoxlu kreditləşir, çoxlu borclanır, bu borclar ləğv olunur. Biz də təəssüf olsun ki, klassik ABŞ-dəki kimi, hətta Çindəki kimi, Avropadakı kimi hər birimizin bir qiyməti olacaq. Necə ki, sosial mediada bizə nə qədər like qoyurlar, neçə dənə followerlar, 5 ulduz, 4 ulduz. Təsəvvür edin, insanları da biz bu otel tipinə gətiririk. Hər bir insanda 5 ulduzlu olacaq, 4 ulduzlu olacaq, nəsə bir rəqəmdən asılı olacaq və bu rəqəmdən hər şey asılı olacaqdır. Sənə qədər kredit verəcəklər, səni işə necə götürəcəklər, təsvir olsun ki, cəmiyyət o tərəfə gedir. Biz hər hansısa bir əqd bağlayarkən, müqavilə imzalayarkən bir qarşı tərəfə müəyyən özümüz barədə məlumatlar veririk və yaxud bank xidmətlərindən faydalanarkən onlar bizim məlumatları əldə edirlər. Bizim bu krediti hansı məqsəddə götürdüyümüzü, istehlak təyinatlarını da belə deyək ki, bilmiş olurlar. Və Azərbaycan qanunvericiliyinə uyğun olaraq fərdi məlumatlar dediyimiz bir anlayış var ki, bu fərdi məlumatlar haqqında qanundan irəli gəlir. Bundan əlavə Azərbaycanda bir neçə qanun da var ki, fərdi məlumatların qorunması, informasiya əldə etmək, bu kimi mövzuları belə deyək ki, qanunvericiliyin tənzimlənməsi həmin qanunlar vasitəsilə həyata keçirilir. Bu 98-ci ildə qəbul olunmuş informasiyalaşdırma, qısa desək, qanunu, eləcə də informasiya əldə etmək haqqında qanun kimi belə deyək, normativ hüquqi aktlar var. Burada sadəcə məsələ olan budur ki, beynəlxalq təcrübədə, məsələn, bizim belə deyək ki, müxtəlif qanunlarımız var. Hər biri müəyyən mənada bəzi ortaq məsələləri tənzimləyir. Bununla belə, fərdi məlumatların emalı ilə bağlı Azərbaycanda qanunvericilik deməzdim ki, tam idealdır. Bu mənada fərdi məlumatlardan sui-istifadə olunması, fərdi məlumatların hansısa bir data olaraq başqa şəxslərə ötürülməsinə nəzarət müəyyən qədər çətindir. Amma hər bir halda qanunvericilikdə bunun məsuliyyəti müəyyənləşdirilib ki, fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması bir mənalı olaraq İnzibati Xətalar Məcəlləsində də öz əksini tapır və vətəndaşlara müəyyən sanksiyalar, yəni cərimə olaraq üzr istəyirəm, həmin o fərdi məlumatlar haqqında qanunu pozan şəxslər haqqında daha dəqiq desək, müəyyən inzibati xəta tərkib elementi sayılmaqla onlara inzibati tənbih tədbirləri nəzərdə tutulur. Amma hər bir halda vətəndaşın razılığı olmadan hər hansısa bir formada onun fərdi məlumatların ötürülməsi, toplanması yol verilməzdir. Müştəri şikayətləri əslində hər bank üçün çox önəmlidir. Çünki hər bir şikayət xidmət keyfiyyətinin artırılması üçün bir fürsətdir. Yəni banklar şikayəti qaçırmaq istəməz. Bu səbəbdən müxtəlif kanallar vasitəsilə müştərilərə müraciət və şikayətini bildirmək üçün
üsullar yaradılıb. Misal üçün, əlaqə mərkəzinə zəng edə bilərsiniz, filiala yaxınlaşa bilərsiniz, rəsmi saytda şikayətinizi bildirə bilərsiniz, mobil tətbiqdə bildirə bilərsiniz və s. Bankların da öhdəliyi odur ki, həmin şikayətləri obyektiv şəkildə araşdırsın, müştəriyə vaxtında cavab versin və gələcəkdə həmin şikayətlərin aylıq, həftəlik, illik əsasında hesabatlıqları hazırlanır və analiz olunaraq proaktiv həllər nəzərdə tutulur. Yəni, gələcəkdə bu şikayət baş verməməsi üçün nə etmək lazımdır? Gələcəkdə bu şikayətlərin sayı azaltmaq üçün nə etmək lazımdır? Müştərilər öz hüquq və öhdəliklərini yaxşı bilməkləri onlara tövsiyə olunur. Onlara tövsiyə olunur ki, onlar girsinlər, oxusunlar, maraqlansınlar və heç vaxt çəkinməsinlər müraciət etməyə də. Hər yerdə 24 saat işləyir, istənilən yerə yaza bilərsən. Bankla münasibət etimadla başlayır, məsuliyyətlə davam edir. Odur ki, bu mövzuda hüquqlarımızı bilmək də vacib məsələdir. Məhz Matrix verilişdə bundan ötürüdür. Sağ olun, diqqətli olun.